bir-iki maraqlı mövzulardan sizə söhbət edəcəm. Əsas məsələlərdən bağlı saytlarda, müxtəlif investisiya saytlarında müəyyən şəxslərin milyonçu olmaq arzusu altında oyunlar oynayırlar. Deyək ki, investisiya nəsə mal alırlar, satırlar. Bununla bağlı mənə müraciətlər çoxdur. Diqqətli olun. Siz orada qoymuş olduğu pulların heç birini yekunda geri çəkə bilməyəcəksiniz. Ola bilsin ilk başına 100 manat, 200 manat, 500 manat, 1000 manat çəkə bilərsiniz. Sonradan çox küllü miqdarda pullar itirəcəksiniz. Çünki bu şəxslər adamın beyninə promo yeriyir, psixologiyasına təsir eləyir. İnsanlar elə bir vəziyyətə gətirirlər ki, siz artıq onlar üçün kölə vəziyyətinə gəlirsiniz. Kölə. Və bütün video görürsünüz ki, borclanmışsınız, borc üstündəsiniz və bütün əmlaklarınız əlinizdən gedib. Və onu geri qaytarmaq mümkün deyil, istəyir hakerlə də olsa. Bu çətin məsələdir və buna görə də diqqətli olun, bu kimi investisiya oyunlardan çəkinin, qumar oyunlarından çəkinin. Yəni, sonuçda heç vaxt orada xeyirlə çıxa bilməyəcəksiniz.